Bu bizim Ayrıca necə görürsünüz? Bu vəziyyəti ki, buyurdunuz 45 ildə bir cür günbəgün dala düşürük, pulumuz öcür, bəhsi bikarı öcür, işsizlik öcür, iqtisad öcür, sənət öcür, amuz-pərvəriş. İndi tətil olub, saat 6-da uşağa çəkirlər yuxulu mədrəsəyə, bunun nəticəsi nə olacaq? Siz çox xülasə ayənləri necə görürsünüz? ayəndə ya biz gərək məcburuq o camiyə mədəninin ilzamatı nə mənədir ona üz gətirək, yaradan gedəcək. Mən ərz elədim, bir zaman bu dünyaya dinosorlar hakimidir. Dinosorlar bizdən çox qəviyərdir. Bir dənə bir nəhər içində bir məntəqədə hamı yıxılır deyir. Və üçün məğzilər kiçik idi. Bunlar ərz eləyim, düz neşbət, düz rəzalət bir şey aid özləri olmadı və aradan getdilər. İndi dünyada bu aslanşünaslar eləyə bilirlər bunlar fosillerini. Bəzi yerlərdə tapala deyirlər, burada da bir dənə varmış. Hakimanı dünyayı güzəştə dinosorlar aradan gediblər. Ki bizdən 1000 dəfə qəvitərdirlər. Bizim aradan getməyimiz çox sadə bir şeydir. Munda bizim bir parametreler var ki ümit verir bize. Biriyle bu mesaili mədəni düşü biz başlatmışıq. O zaman üzaramızdır. Sen Peyam Urmiyyəni Nəvid Azərbaycanda çövrəndə neçə nəfər bu kətdə, bu şəhərdə sən elan versəydin, yığışardılar sənin başına. Biz çox daş satda saat yüzü istəyirəm bir çox məsələn qəhvə bir cələsə quraq eləyə bilərdi 15 nəfər, 20 nəfər. Nəhayət bundan artıq yığanmazdı. İndi yalandan bir dənə bir işarə eləsən, ərz eləyim, 500 min nəfər tökülür xiyaba. Bu bir dənə bir heç kəs bu işi görənməz. Mən keçən dəfə məqaləmdə də yazdım. Yazdım ki, inqilabilər bir zaman 98% rəy mərdum əllərində. İndi 98% salı 57 yetişib nəhayət sən 5% cəmaatı görə biləsən o şuru halda inqilabı icra eləyələr. İndi hamı deyir, məntiqdən əyləş, aram, sözüyündür, məsələndir, filanındır. Anəm bu kafirdir, bundan filandır, bu beymandır, bunlarla hiç həll olmaz. 45 ildə də biz elənə mənədir. Bir gün oturmuşdum tadiqatda. Bir dənə ağa gəldi, bir şikayət yazdı. Mənim qonşumdan şikayətim var. Nə mənədir şikayətin? Bu yekanlıların qəbristanlıqlarını söylüyor. Dedim, bağışına sen yekanlısan, dedi yox. O yekanlıdır, yox. Sənə nə yaxdəli söylüyor? Sənə nə məhduddur? Demə bu mütəvəccüh olub ki, bu dadiyar iş gəlib oturub bu məntəqədə, bu yekanlıdır. Mən qonşumu nə tür aradan apara bilirəm? Deyəm, qonşum yekanlıların qəbristanını söylüyor. Dedim, yox deyib söylüyor, sən nə məhduddur? Sən nə macəli iş? O zaman yavaş yavaş mod olmuşdu. Mən dadiyə aradım təzə. Bu Xumeynini söydüm. Mən də təəssüf elədim 98 dəsə gedib Xumeyniyə rəy verir. Xumeyni bir yerdən geçəndə hamı özündən gedir. O yalandan özünə çıxanranlıq eləyir, məsələni heç istəmir ağlada. Ökütməklə cəmaat ağlarlar. Nə yaxşı hamı məsələn keyfi gəlir Xumeynini söyə. Sonra gördü, hər kəsdən xoşu gəlmir. Bir şey yazır, mən götürdüm bir namə yazdım. Ki, rəis-i qüvvə cərəyan bu cürdür, o da getmişdi imamın huzuruna, imam demişdi, hər kəs mənə söyə yaxşı edir. Eşitsə mərdudda. Mənim şikayətim yoxdur, siz də bu zatlara əslən tərtib əsər verməyin. Xuday aləm şahiddir, mən bir tıqqılı dadiyarı şubəsində 240 dənə pərvəndəni qərar mövqufi ilə bağladım ki, imam deyib, mənim şikayətim yoxdur. Yəni, camiə üzr istəyirəm. Bizim tamamı təvamı bu cürdür. Bizimki ilah maşallah. Mən geçen səfə yazmışdım bir mətləbimdə ki, taksıda danışanda tərəf olur bir dənə çek var. Başlayır, bu Fidel Castro da mühafizəkardır, bu niyə getdi, hökumət təşkil verdi gərək
Che Guevara ilə düşərdi, Amerika ilə atının hamısını əvəz eləyərdi. Dedi ki, tribun dalına bir agi şəxsiyyəti olur. Başlar şəhərdardan, fərmandardan, ustandardan, müdiranı kulludan, Hüseyin Osakkalı'ndan, hamısından təşəkkür edirəm, filan edirəm. Nə mən olub təşəkkür edirsən? Həmin ki, icazə veriblər, biz burada məhz tərim vuraq, biz onlara dua eləyək. Yəni, sən bu tür bir millətinlə roderusa. Bu millət üz üstə salim adamı dökündə dəlilər, dökündələr diktator. Bəraən ki, insanın vücudu budur, Emirəm. Mən demişdim, heç kəsə etimadım yoxdur. Bəraən ki, o zaman mən bir nəticəyə yetişmişdim ki, insan bir mərhələ olmaqdır. Ta zaman iç tərəf diridir, əvəz ola bilər. İnsan ta vaxtı öldü, qutuldu, onda eləyə bilərsən, nəzər eləyəsən, bu yaxşıdır, pisdir. Əslən, insan bir cürdür ki, 4 nəfər gələ deyə, bu insan çox yaxşı adamdır, da körlandı da qutuldu, getdi. Mən neçə dəfələr olub, bir məsailə gəlib qabağa, bir nəfər tərifləmişik, da sonra özünün onun cavabını verə bilmirik. Tərəf mənə deyir ki, sən mənə tanısan, mənimlə heç bu cür bəhs edirsən, deyim, Allah tanımıram. Buyur tanıyım, sən kimsən məsələn, nəsə. Deyim, mən o adamam ki, məni bu payqa xəbəriyə çağırdılar, dedilər, çox şuluq eləmə, şuluq eləsən tutarım. Dedim, yoxsa bu da yaxçılığın dəlalət eləməz, bu məmurun yaxçılığına dəlalət eləmez. Əvəzin ki, səni girə sala, tuta, apara, məhkum verə, biləyən ixtar verib ki, şuluq eləmə tutarıq bilə. Biz bu cür bir insanlarla ruberuyuq. Ona görə də tamam o kəsləri ki, o zaman deyərdilər ki, tərəfə deyirlər, get filan kəs tut, kəs gedib, başın kəsi gətirir. Vaqiyyət bu. Bunları ki, bazlılıq elədirlər. Bunları ki, hətta yüz üstürəm, mənim bir yoldaşım vardı. Bu zindani sabıqıdır, rejimi sabıqdır. Zəriyan Qutuzadə də bu da tutuldu. Bir 5-6 ay qaldı zindanda çıxdı. Bunu mən danışıq qabağında gördüm, dedim, həmin mən bir rejiminkiləri bilirəm, bunlar bilmirəm. Düşməyim o məsailə işim. Sən 2 rejimində zindanısıydın. Bulağın bazılağı qəşəng vurur, ya şahın bazılağı qəşəng vururdu. Dedi, nəzəri ki, Allah'a yan şükür elə təvvabların girinə geçməmisən. Təvvabın girinə keçən həm sərhəng rejimi sabıqa duv elər, həm bu rejimin sərhədlərini duv elər. Təvvab, yəni o adam gözü zindanıdır, çönüb, indi gəlib olub yaxçadım ki, bu onun sən bazılığına. Mənzurum biz bu məsailə mən əgər qeysəydim o zamana bir kələmə dərz edirəm. Gedərdim, oturardım, klasda dərsim oxuyardım. Bir gün hüquqda bir sözüm olardı, bir məsailim olardı, bu millətin dərdinə dəyəcək. İndi döhlürlər gedirsən əməl eləməyə, üz üstürəmlə deyirsən, mənim bu nəvəmin niyazı var, stonu fəqaratı əyridir, deyir, onların sikəvi. Yəni, qəbl əzin ki, müayinə eləyə, qəbl əzin ki, yaza bimaristan əmələ sikkələyən istir. Xob, sən bu həmən danışığı düşündüyünə kimin deyildi? Gəldi, bu getdi da. Bəs bunun faydası nə mənədir? Danışığı ki, bir zaman danışqası olacaq, mübariz çıxacaq olacaq, filan bir istilah, təvvab, filan döktür, filan qazi və işlərə də bu cür yetişər. Mən özüm getdim müavini Dadıqusları ilə danışırdım. Dedi, aynı vəzimiz çox bitəcək. İndi cəmaat eləyə bilmir sikkalar. İndi o adamlar sikkəni alırlar ki, arvadım boşayacaq, mən bir dənəm hökm alacaq gedə filan yerə, əməl cərrahı eləyəcək, filan eləyəcək. Yəni o təhsilkərdəhay ki, dünənə kimin danışqaq inqilabi idilər, bugün gəliblər camiəyə, bugün fəqət bunlar başarılı sikkə istəyər. Fəqət sikkə alırlar, ayrı bir işləri yox.